Salam əziz dostlarım, salam. Xoş gördük yeni bir videomda sizinlə bərabər. Əziz dostlar, bu günləri yenə də yoxlamamız üçün gözəl belə bir 2 dənə qırmızı daşımız gəldi, təbii daşımız. Əziz dostlar, bu daş yəqin ki, sizin tərəfinizdən baxılanda təsəvvür etdiniz ki, bu daş yaqutdur. Ancaq elə deyil. Mən gemoloq və mineraloq, kristaloqraf Nazir Naqiyev bu daşı bu gün yoxladım və ekspertiza rəyi qoyduq bu daş üçün. Təbii ki, bu müştərimiz bizə ödənişlə bunu yoxlatdırır. Biz bunu ödənişlə edirik, əziz dostlar. Bu daş qırmızı zümrüd daşıdır, əziz dostlar. Ümumiyyətcə bilirsiniz ki, mineralogiyada nadir tapıntılar var, olur. Ancaq biz bu daşın belə deyək, sərtliyini və sıxlığını və belə deyək, atom kütləsini, bir çox versiyaları hesablaya bilirik, əziz dostlar. Siz də evlərinizdə istifadə etdiyiniz bahalı, qiymətli daşlarınızın yoxlamasını bizlərə təqdim edə bilərsiniz. Eləcə də mənə təqdim edə bilərsiniz ki, biz onları yoxlayaq və onların qiymətləndirilməsini, dəyərləndirilməsini aparaq. Kanalımıza abunə olursunuz. İnşallah görüşənədək əziz dostlar.